Asiman, bayaq bir dənə sizdən söz soruşmaq istəyirdim başqa mövzuda, elə çıxdım, yadımdan çıxdı. Siz bu alın yazısıdır, talih, qismət bu məsələlərə necə baxırsınız? Yəni Qədər. insan, yəni məsələn, hətta indi məsələn üçün insan doğulan kimi Allah təala bilir də bunun yeri cənnətdir yoxsa cəhənnəmdir də. Allah bilir, Allah bilir. Yəni lakin biz bilmirik axı. Aydındır? Biz bilmirik. Allahın bax qulaq as belə deyək də biz necədir bu məsələni izah edeyim də. Bu məsələ doğrudan bəzi adamlar suallar verirlər, bunu qarışdırırlar. Ümumiyyətlə məsələnin əsli odur ki, bəzi şeylər var ki, bu onu əhatə edən məsələlərlə bir yerdə baş verməlidir. Nə demək istəyirəm? Nə demək istəyirəm? Bax, belə deyək də, bir misal gətirim. Əgər biz belə deyək də, odun içərisində yəni bizim Allah qorusun, sevdiyiniz bir insan var. Aydındır? Biz girib odun içərisinə onu çatmaq istəyirik. Düzdürmü? Amma biz bilirik ki, odun içərisinə girsən, niyyətin nə olursa olsun, bu dünyada qayda elə yazılıb ki, fiziki qanun elədir ki, o səni yandıracaq da, yəni zədələnəcəksən. Düzdürmü? Bu qayda da, yəni od yandırır da, bu mümkünsüz deyil. Odun öz faydaları da var, amma yandırması da var da. Elənçi də insana əgər azad iradə verilibsə, məsələ nəyə qayıdır? İnsana azad iradə verilibsə, bu azad iradənin mütləq sağı da olmalıdır, solu da olmalıdır. Aydındır? Sağı da olmalıdır, Amma solu da. nəticəni Allah bilir. Nəticəni Allah bilir də. Nəticəni Allah bilir. İndi yazmaq məsələsinə gəlincə, azad iradə ilə birlikdə, əgər azad iradə varsa qardaş, bir qism insan pis insan olacaq, bir qism insan nə olacaq? Yaxşı insan olacaq. Düzdür, mütləqdir də, labüddür də, aydındırmı? Amma götürək ki, Allahın imtihanın baş verməsi üçün labüddürmü ki, bir insan pislik eləsin də? Yəni ideal bir şey olsun. Məntiqini izah edəcəm. Hətta o ikisi nəvədə o qardaşla danışdım, ağıl hüdudları. İbn Teymiyyə rahimehullah bu qədəri inkar edənlər barəsində, hansı ki, yəni İslamda biz Əhlüsünnə vəl Cəmaət, sələfidə bizdə də, yəni necədir? Biz deyirik ki, həm insanın azad iradəsi var, həm şəri dəlillərlə bu bəllidir, həmçinin də ağılla, vaqi olaraq, praktik olaraq görürük də. Məsəl üçün, mənim bu dəqiqə burada danışmağı mən istəmirəm ki, ya da sən istəyirsən də, bunu durub müzakirə etməliyik, bilirsən də, istəyirsən də, düzdürmü? Aydındır? Və Allahın qədəri məsələsinə gəlincə, bu qədəri də olmalıdır. Çünki nəyə görə? Necə ki, fiziki qanunlar var, eləcə də Allah müəyyən mənada bir, yəni şərtlər, şəraitlər qurmalıdır ki, o imtahanlar baş versin. Əgər o şərtlər, şəraitlər qurulmasa, hər şey statik olsa, bildiyin, hər şey statik olsa, Yox, mən bir söz nə demək istəyirəm. Bax tutaq ki, sabah qoy fikrimi gətirim də, bilən fikrimi izah edeyim. Onda yəni heç nə olmaz. Allah ona görə də müəyyən insanları biz bilmirik. Müəyyən insanları yazıbdır. Yəni cəhənnəmi yazıb. Allah bilir niyə yazıb, nə üçün yazdı. Lakin sonunu yazıb. Allahın bir əzəli elmi var. Misal üçün belə deyək də, trilyon il əvvəldən Allah bilir ki, filan insan filan şey eləyəcək. Aydındır? Bu yazması var, bu yazması. Bu həmin o əzəli elmin üzərindədir. Baxan kimi Allah bilir də. Yəni belə deyək də, gözünün qabağına gətir ki, məsəl üçün də sən misal üçün bir labirint qurursan, aydındır, labirint, məntiqi izah edirəm, labirint qurursan, aydındır. Sən bu labirintin yəni bilirsən ki, bu labirintin bu qapısı ora gedəcək və burada uşağı qoyursan, məhliyə getsin. Sən bilirsən də hardan çıxacaq. Düzdür? Yazmısan axı, bilirsən də çıxacaq, aydındır. Bu əzəli elmidir. Əzəli elmini Allah bilir ki, belə bir şey olacaq, aydındır. Lakin Allahın cəza və mükafatı isə həmin anda olan qulun bu feili eləməsindən tavafuq eləyən elminin üzərindədir. Elə belə təvafuq nədir? Asma. Tavafuq, yəni misal üçün Allah bilirdi və qul ora gəlib çatanda da qul nə elədi? Həmin o şeyi istədi. Qul o feili eləyəndən sonra Allah ona mükafatı ya da cəzanı yazdı. Birdən qul azad iradəsi ilə ora getmədi, sağa döndü Asman. Yox, o bilirsən necədir? Biz Allah onu bilir də hara gedəcək. Aydındır? Bilir hara gedəcək. O mümkünsüzdür. Allah barəsində mümkünsüzdür. Çünki onun elmi dəqiqliyi ilə bütün şərtləri əhatə edir. Məsəl üçün şahmat oynamısınız, misal üçün də kompüterlə. Güclü bir kompüter oynamamısınız. Biz xodu eləyəndə şahmat artıq o alqoritm bilir nə edir. Bütün ehtimalları hesablayır, bilir ki, biz nə edəcəyik də, düzdürmü? Aydındır? Bu hələ yəni
intellekti zəif insan tərəfindən kodlaşdırılmış bir süni intellekt demək olmaz. O səviyyədə çatmamış bir alqoritmin nəticəsidir. Siz Allahın düşünmürsünüz, nəticə bilinirsə, onda bu sən heç nə eləyə bilmirsən. nəticəni Allah bilir də, o qul bilmir axı. Qul bilmir də, aydındır. Və insanların, bax əzizim, insanların Allah üçün maraqsız olaraq, onda Allah üçün maraqsız olaraq nəticəni bilərək bizim yaşam tərzimizə baxmaq. Allah üçün, yox, bax, qulaq as, müəyyən bir insanların, bax, şeytanın, iblisdən danışaq da bir insan, bir məxluqdan danışaq da. Allah iblisin, yəni sonunu bilirdi, bilmirdi. Sonu yəqin ki bilirdi. Allahın maraqlı olar, maraqlı olmaz məsələsinə görə deyil. Allah bizi yaradıb imtahan eləmək üçün. Və imtahan eləməsi üçün də mütləq və şər baş verməlidir. Şər baş verməsə, yəni o imtahan olmayacaq. Başa düşdün? O şəri də şər əhli eləyəcək. Yəni əgər iblisin o hərəkətini, baxın sənə sual verirəm də uzağa getmək. İblis Adəm əleyhissalama səcdə etməkdə Adəmin yaranmasından müəyyən bir vaxt, qısa bir vaxt sonra baş verdi. Allah onu bilirdi, bilmirdi. Bilirdi. Bilirdi də. Bu bilirdiyini bilirəm də Asim müəllim. Bu bildirdiyini mən də sizə deyirəm də. Qulaq as, indi sual verək də. Hələ insanlara getməmişik. İblisin onu eləyəcəyini Allah yazmışdı, yazmamışdı. Adəmi imtahan etmək istirdi ya. Yazmışdı. Çünki nəyə görə? Əgər yazmasaydı o imtahan baş verəcəkdi, verməyəcəkdi. Verməyəcəkdi. Başa düşdün? İndi burada bunu başa düşdünsə, artıq nə baş verdi? Çoxlu iblis Yox, siz Allah tərəfindən deyirsiniz, Asim müəllim. Siz insan tərəfindən baxaq da bu məsələyə. İnsan tərəfindən baxanda isə, bizə necədir? İndi gələk bu tərəfi başa düşdükdə, yəni sadə misalda bir dənə, iki dənə qul var da. Hani insan tərəfindən baxanda, insana Allah iradəni də verir. Şəriəti də göndərir. Şəriəti niyə göndərir? Şəriəti peyğəmbərlər göndərib onu çəkindirsinlər. Aydındır? Və o şəriəti iqamə edən insanları da daim göndərib. Aydındır? Və üstəlik insan üçün də yəni şəraitlər yaradıb. Aydındır? Məsəl üçün bir insanın yemək yeməsi üçün Allah fiziki qanunlar yazmayıb. Ağac bitəcək, meyvə çıxacaq, ağac yerdən buğda bitəcək, çörək bişirəcək. Bunların hamısını yazıb da, yazmasa baş verməzdi axı. Aslında biz əməllərimizə görə taleyimizə təsir eləyə bilirik. Əməllərimizi əlbəttə bizim üçün o mən qulaq as, nə mən, nə də sən. Biz bilmirik axı bizim üçün nə yazıbdı. Baxın, indi Allah Taala mənim üçün sabah yazıb ki, sabah mən tutaq ki, avariya eləyəcəm. Sonra mən elə bir sən qulaq as, dua qədərin dəyişmiş hissəsi var. Hansı hissəsi qədərin dəyişə bilər, hansı hissəsi qədərin dəyişə bilməz. Qədərin növləri var. Yox, duanı demirəm. Qulaq as. Bir yaxşı əməl elədim, bu avariya olmadı. Allah dedi ki, yaxşı bir nəzir verdim. Olar. Onda Allahın belə çıxır ki, dünən mən üçün düşündüyü avariya, bu gün Allah fikrini dəyişdi. Yox, niyə ki? Allah bilirdi nə yazıbdı sənə, aydındır? Allah bunu da yazıbdı, bunu da yazıbdı. Bax, əməllər, lövh-i məhfuz var, lövh-i məhfuzda. Lövh-i məhfuzda, yəni belə deyək də, sənə bir izah edeyim, belə əzəli dəyişilməsi mümkünsüz olan, yəni qədər var, aydındır? Bir də mələklərin əlində olan illik, günlük və nələr var? Yəni digər qədərlər var. Məsələn, Qədr gecəsi, Leylətul Qadr eşitmişsiniz də Qədr gecəsi. Allah Subhanahu Qədr gecəsi var. Yəni həmin gecədə nə olur? Salihlər qismətlər. Salihlərin insanın həmin o şey yoxdur, həmin o yazılmış şeylər yoxdur, dualarla, sən dediyin o çoxlu ibadətlərlə, Allaha yaxınlaşmaqla, sədaqə ilə, xeyir işlə onlar dəyişilir. Aydındır? Lakin dəyişilsə belə Allah nə edir? Bilir ki, nə olacaq, nə baş verəcək. Aydındır? Zəruri olaraq bilir. Bu Allahın elmidir. Və mütləq. Yəni bunu sadəcə bilsiniz ki, qədər məsələsi biraz çox çətin məsələdir, əzizim. Çox çətin məsələdir, ağır məsələdir. Bunu tam insanlar perspektivindən, bax, iblis barəsində danışdım, gördün sənə asan gəldi də. Dedim ki, aydındır? İblisin çox qədər məsələsi. Asim, mən özümdə buna belə bir cavab tapmışam. Belə biraz məntiqli bəlkə gələr. Deyirəm ki, fikirləşirəm ki, insan üçün məkan və zaman anlayışı var, amma Allah üçün yoxdur da bu şey. Zaman və məkan anlayışı Allah üçün yoxdur. Bizim üçün var da, deyirik sabah oldu, beysi gün oldu. Yəni Allah üçün bizim bax belə deyək də, bizim milyonlarla illər belə deyək də, yer üzərindəki bu həyat götürək də,
Nə qədər? Tutaq deyək ki, yer üzərindəki həyat tutaq 1 milyon ildir misal üçün, aydındır. İnsan həyatı nə qədərdir? Adəm ələsəlamına götürsək tutaq 10 min ildir. Nə qədərsə də bu, yəni Allah dərgahında bir şeydir də, zərrə qədər bir şeydir. Başa düşürsən? Baş verir, gedir. Yəni biz Allah prizmasından baxınsaq, bu kiçik bir şeydir. Burada imtahan baş verir, gedir, tez qutarır, aydındır? Düzdürmü? Amma insan prizmasına baxanda Çox tez insan gedir. uzun bir görsənir və orada çoxlu faktorlar var. Sadəcə qədər mövzusunda ən düzgün olan bir nədir? Əgər biz desək ki, Allah bunu yazmayıb, onda yəni iblisə də yazmamışdır. Məntiqsiz olur. Aydın bilirik ki, yazıbdır. Desək ki, yəni insan yox hər şeyə məcburdur. O yazdıqları bir baş verir. Bu da nə olur? Bu da mümkünsüz. Çünki özümüzdə iradənin olduğunu hiss edirik axı. Bəli. Məntiqi olaraq. Mən də onu deyirəm də Asım. Deməli ikisinin arasında biz nə edirik? İkisinin arasında bir yol tuturuq. Peyğəmbər sallallahu əleyhi və səlləm nəyi anladıbsa, səhih dəlillərlə. Orada da dayanırıq. O da nədir? Allahın istəyi də var, yəni qulun da istəyi var. Aydındır? Və bir şeyin baş verməsi Allahın istəyi ilə qulun istəyi təvafuq edəndə baş verir. Aydındırmı? Bildin əzizim? Yəni mən Allah ilə planlaşdırıb ki, elə yazıb ki, mən ona görə də İbn Teymiyyə bir misal gətirir. Bax deyir ki, kesin bir misal gətirin. Bax bu telefonu mənim əlimə götürüb götürməməyim arasında ehtimallar bərabərdir. Düzdür? Yəni bax indi telefon dizinin üstündədir. Mən bu telefonu götürməyim, bu feilimin həm mənfi, həm müsbət ehtimallarından 50-50-dir. Götürə də bilərəm, götürməyə də bilərəm. Lakin mənim götürməyimi nə tərcih elədi? Mənim iradəm, düzdürmü? Aydındır? Amma mənim iradəm də yaxşı və istəyib istəməməyimlə olan, yəni bu iki ehtimal nə qədər? O da bərabərlikdə. Onu nə tərcih elədi? Digər istəməmək. Onu nə tərcih elədi? Digər istəmək. Deməli, belə sonsuzluğa gedə bilməz. Mütləq bunların fövqunda da bir istək olmalıdır. Başa düşdün nə demək istəyirəm? Və o istəklə mənim istəyim üstə düşəndə nə olur? Artıq mən telefonu götürdüm. Bildin əzizim? Çətin mövzudur və bunu baş girməyə buna yəni mümkün deyil. Çox çətin mövzudur. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm də nə deyibdi? Ona görə də qədər barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyibdi? İlk yəni bidət firqəsi qədərlə. Asım abi, şəxsi sual vermiş. Siz özünüz yəqinliyə varmısınız da bu sualın cavabında? Qədərini mən yəqinliyim bilsən necədir? Mənim yəqinliyim yəni şəri nasların məntiqli hissələri də var. Yəni məntiqimin əhatə eləmədiyi hissələr də var, aydındır? Və İslam dinində də bilirsən necə bir qayda var da, möhkəmlər var, mütəşəbbihlər var, aydındır? Biz bir qayda götürmüşük. Bizdə möhkəmə mütəşəbbihi qaytarıq, ondan qane oluruq. Bildin? Çünki bu hər şeydə belədir, bütün məsələlərdə belədir. Mən möhkəmi bilirəmsə, möhkəmə qaytarım mütəşəbbih, ondan qane oluram. Çünki mənim işim. Yəni bütün məsələləri başa düşmək deyil də zaten. Aydındır əzizim? Yəni qaneliyim nədir? Peyğəmbər sallallahu əleyhi və səlləmə itaat eləmişəm bu məsələdə. Aydındır? Və dedikləri də görürəm ki, məntiqidir. Aydındır? Və dediklərinin əksini deyənlərin də görürəm ki, iki tayfa var da qədər məsələsində. Cəbrilər var. Onlar nə deyirlər? Deyirlər ki, cəbrilər. Cəbrilər nə deyirlər? Deyirlər ki, insan kukla kimidir də, ancaq nə yazıb onu edir. Aydındır? Ağzı aç, ağzı açdın. Biz bilirik axı bu məntiqsizdir də. Biz görürük bu praktiki deyil. Mən özüm istəyirəm axı. İstəməyə mane olmaz. Həmçində necə ki o iblis misalında başa saldım. Biz bilirik ki Allah əgər iblisi yazmasaydı, kafirdə, düzdür, asi Adəmi yoldan çıxardan yazmasaydı, imtahan da olmayacaqdı. Və bunu sadəcə nə edirik? O məsələni başa düşdüksə, bunu artıq trilyonlarla kombinasiyalarda da bunun daha mürəkkəb forması baş verir. Aydındır? Bilirik ki, mütləq bir şey olmalı idi ki, imtahan olsun da. Aydındır? Yoxsa imtahan olmayacaqdı, dərəcələr olmayacaqdı. Burasını da biləndən sonra və bilir ki, Allahın elmi də, yəni kamildir, Allah Subhanahu taalanın elmi barəsində məlumatlar. Bunları da biləndən sonra biz bilirik ki, Əhlüsünnənin mövqeyi necədir? İkisinin ortasındadır. Deyirik ki, Allahın istəyi də var, qulun da istəyi var. Bu iki istək təvafuq edəndə artıq nə olur? Feil şey olur, həyata keçir. O belə, bunun da kifayətlənirəm. Zaten bunu bundan artığını istəsən də başa düşə bilmərəm. Aydındır, mümkün deyil. Mən yox, bütün insanlar yığışsa da başa düşə bilməyəcəklər. Çünki bunun arxasınca nə gəlir? Başlayır suallar gəlməyə, suallar. Sonra səni nə edir? Artıq oradan azdırır səni. Bildin əzizim?